Bölgə TV xəbər verir ki, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 16 saylı dolayında 2024-2025-ci illərə əhatə edən geniş miqyaslı meşə bərpası və əkin işləri həyata keçirilib. 2024-cü ilin yazında 4 hektar sahədə göyrüş, payız mövsümündə isə 8 hektar göyrüş və 3 hektar palıd əkilib. 2025-ci ilin yazında isə əlavə olaraq 2 hektarda palıd, 1 hektarda isə göyrüş tingləri torpağa bastırılıb. Beləliklə, ümumilikdə 18 hektar ərazidə bərpa işləri aparılıb. Bundan əlavə 2 hektar sayədə ağcaqayın əkilib və ümumilikdə 10 bindən artıq ağac torpağa köçürülüb. Qeyd olunan ərazi zəbt olunmuş torpaqların azad edilməsindən sonra meşə fonduna qaytarılıb. Əkinin ilkin mərhələsində bəzi kənd sakinlərinin və mal-qaranın əraziyə daxil olması nəticəsində əkinlərə zərər dəymişdi. Lakin Regional Meşə Təsərrüfat Mərkəzinin direktoru Nəsimi Nəsibov kənd sakinləri ilə apardığı danışıqlar nəticəsində məsələ razılıqla həll olunub. Bəzi hallarda vəzifə borcunu düzgün yerinə yetirmədiyi üçün işdən azad edilən şəxslərin əkin sahələrinə və işçiləri təzyiq göstərdiyi də müəyyən olunub. Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi və əməkdaşları tərəfindən belə halların qarşısını alınmaq üçün tədbirlər görülür. Ərazidə 36 hektar əhatə edən çəpərlənmə işləri aparılıb. Əkin sahələri meşə nəzarətçiləri tərəfindən mühafizə olunur. Mərkəzdə eyni zamanda sanitar qırım işləri görülərək qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilir. Tingçilik və torpaqların bərpası istiqamətində də işlər davam edir. Burada hazırda 12 min leylandıra, 17 min eldar şamı, 1000 yaşıl sərf, 20 min zeytun, 2 min qızıl şam, 300 İtaliya şamı və 1000 qara şam tingləri yetişdirilir. Görülən bütün işlərə kölgə salmaq istəyən bəzi şəxslər xüsusilə işində nöqsanlara yol verdiyi üçün Əmək Məcəlləsinin 70C maddəsi ilə işdən azad olunanlar sosial şəbəkələrdə yalan-yanlış məlumatları yayaraq özlərini haqlı göstərməyə çalışırlar. Lakin həmsöhbət olduğumuz yerli sakinlər bu iddiaları birmənalı şəkildə rədd edərək belə şəxslərin yalan məlumatlar yaydıqlarına görə onları qınadıqlarını bildiriblər. Meşədə qurd basmış, qurumuş, bəziləri də qocalmış ağacların kəsilməsi fondu var. Bu fonddan istifadə edib hərbiçilərə, qazı olmayan məktəblərə, ucqar kəndlərə, xəstəxanalara, bəzi iş müəssisələrinə odun kəsilir, hazır, yığılır, sonra biletlə gəlib həmən adamlar, həmən idarələr, hətta mülki şəxslər də o odundan istifadə edirlər və hətta onların evinə daşınıb aparmaq üçün xüsusi maşınlar da ayrılır, verilir. Ora-bura şəkil çəkirlər, istatusa qoyurlar, diktata qoyurlar, haraya qoyurlar. Onlar qəsdən edir. İdarəyə məşəddiq edir ki, idarə qoyu işi getməsin. İndi bu dəqiqə əkin vaxtıdır. Ondan sonra sanatoriya qırıntısını düzdür, elənilib, hamısı hazırdır, paylanılıb da yenə də lazım olan yerlərə verməyə imkanımız var. O biri tərəfə qalanda ki, heç bir şəxs rəhbərliyi günahkar çıxarda bilməz. Günahkar o işinin ötəsinə gəlməyəndir, işin bacarmayəndir, işindən çıxarılandır. İndi rəhbərliyə nəsin şərh atar? 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov əməkdaşlarımıza bildirib ki, biz öz işimizi görürük, rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirməyə çalışırıq. Meşələrin qırılıb talan olunmasına gəlincə, direktor onu bildirir ki, burada qanuni şəkildə sanitar qırım sahələrindən bilet əsasında odun satılır. Yeri gələndə idarə tərəfindən şəhid ailələri, qazilərə güzəştlər olunur. Bir daha bildirirəm ki, bizim meşələr haqqında araşdırılmadan yazılan məlumatlar hamısı əsassızdır. Artıq rəhbərlik bu barədə məlumatlıdır və yaxın günlərdə tərəfimizdən yazılanlara qarşı hüquqi addımlar atılacaq. Dilbər Vüqar qızı, Niyaməddin Əşrafov, Niyaməddin Hüseynov, Bölgə TV.